Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimi ala a'daihim ecma'in. Mübarək Ramazan ayının 7-ci gün duasında belə bir nöqtə keçirdi ki, Allahumma a'inni fihi ala siyamihi və qiyamihi. Bəndə Allahdan istəyir ki, ilahi məni bu gündə, bu gündə 7-ci gün və yaxud elə mübarək Ramazan ayında mənə kömək ol oruç tutmağımda və qiyamımda. Siyam ki orucdur. Qiyam isə həm namaza da işarədir, həm ibadətlərə də, xüsusilə məsələn gecə ibadəti. Yəni ümumilikdə orucuma və ibadətimin və orucumun müqabilində mənə kömək ol. Bəndə burada təbii ki, hər nə qədər ibadət əhli, namaz, oruc əhli olsa da, Allahdan bu işdə kömək istəməlidir. A'inni, yəni mənə kömək ol. Çünki Allahın Azza və Cəllə köməyi olmasa, insan heç bir şeyə qadir deyil, heç bir şey edə bilməz. Necə ki, namazlarımızda deyirik, İyyəkə na'budu və İyyəkə nəstə'inu, ancaq sənə ibadət edir və ancaq səndən kömək istəyirik. Burada da nəstə'inu, yəni talabul aun, kömək istəmək. Və burada deyirik ki, mənə kömək et. Deməli, köməklikdə də bir dənə incə məqam var. O da budur ki, sən kömək istəyirsən, yəni özün də bir iş görürsən. Yəni oturub gözləmirsən, məsələn, bir əşyanı bir nəfər daşırsa başqa yerə, bir nəfərə desə ki, kömək elə, yəni mən də bunun daşınmasında iştirak edirəm, sən də mənə gəl kömək elə. Biraz da qüvvətlənim. 2 nəfər aparaq. Nəyin ki, məsələn, mən oturum kənarda, baxım sən özün apar, yox. Deməli, bəndə nəsə iş görməlidir və Allahdan bu yolda kömək istəməlidir. Və eyni anda da deyir ki, və məni bu günün, yaxud bu ayda sapmalardan, azğınlıqlardan və günahlardan qoru. Baxın, şəriətimizdə bəzi məsələlər var, qeyd olunur əmr kimi və onun əksinin nəhyi də gəlir. Məsələn, əmr bi məruf və nəhy əz münkər ki deyirlər, bu farsça bir sözdür. Ərəbcəsi əl-əmru bil məruf və nəhyu anil münkərdir. Yaxşılığa dəvət və pislikdən çəkindirmək. Yaxşılığa dəvətin özü elə bir növ pislikdən çəkindirməkdir. Yaxşılığa dəvət nədir? Məsələn, yaxşılıq nədir? İnsanlara kömək etmək. Bir nəfəri dəvət edirsən insanlara kömək etsin. Deməli, insanları köməksiz qoymaqdan çəkindirirsən də onu. Və yaxud bir nəfəri dəvət edirsən namaza, deməli, tərki namaz olmaq ki, pis bir şeydir, pislikdən çəkindirirsən. Amma şəriət bununla kifayətlənməyib. Həm də deyib ki, əmr bi mərufun yanında bir də nəhy əz münkər olsun. Çünki bəzi məsələlərdə əmr bi məruf edirsən, amma nəhy əz münkər də mütləq olmalıdır. Onu xüsusi qeyd eləməyə ehtiyac var. Məsələn, gəlirdilər peyğəmbərlərə deyirdilər ki, siz ki bütlərdən çəkindirirsiniz, nə işiniz var cəmaatı bütdən çəkindirirsiniz? Qoyun onlar gedib bütlərini ibadət eləsinlər. Bütlərini təhqir eləməyin, bütlərini aşağılamayın, deməyin ki, onlar heç nəyə qadir deyirlər, onları siz düzəltmisiniz. Onları müqəddəs bilirlər. Siz gedin cəmaatı tək Allaha dəvət eləyin. Onların öz Allahı, sizin də öz Allahınız. Gedin insanları tək Allahlığa dəvət edin təvhidə. Nə işiniz var onlardan? Amma peyğəmbərlərə Allah belə buyurmur. Onlar gedib deyirlər ki, tək Allaha ibadət eləyin. Bunun da müqabilində xüsusi olaraq şirkdən və müşriklikdən, bütpərəstlikdən çəkindirirdilər. Və yaxud da Allahın dostları da dost, düşmənləri düşmən olmaq məsələsi. Din kifayətləmir, Allahın dostları dost ol bəsdir. Yox, deyir, düşmənlərlə düşmənçilik elə, düşmənlərindən bəri ol. Bəzi firqələr görürsən ki, Əmmar Yasir də dost tuturlar, İmam Əlinin də əleyhissalam dost tuturlar, onun düşməni olmuş Muaviyyəni də məsələn dost tuturlar. İkisindən də deyirlər Allah razı olsun. Bu cür olmaz. İslamda belə bir mövqe yoxdur. Sən dost bilirsən kimisə Allahın dostlarını. Allahın dostunu özünə dost tutmayan insanlardan bərisən. İslamda çünki bitərəflik yoxdur. Mən Allahın dostu ilə dostam. Düşməni ilə düşmən deyiləm. Mən neyimə lazım? Düşmənisi deyil, özü bilər. Yox. Bitərəflik söhbəti yoxdur. Sən Allahın dostu ilə dostsansa, düşməni ilə mütləq düşmən olmalısan. Yəni haqqın yanındasan, zaten haqqın yanında olmasan, batılın yanındasan. Ya xüsusi şəkildə onun yanında olmaqla, ya da ümumi formada bitərəf qalmaqla. Burada da bu cürdür. Namazda, orucda Allahdan kömək istəyirik və büdrəmədə, sapmada, günahları da çəkinməyə Allahdan istəyirik ki, Allah bizi çəkindirsin. Və daha bir mühüm nöqtəyə işarə olunur ki, deyilir ki, bizə bu gündə və yaxud bu ayda səni zikr etməyə mənə ruzi ver, mənə nəsib et səni zikr edim. Davamlı olaraq Allahı zikr etmək. Quran-ı Kərim nə buyurur? Quran-ı Kərim buyurur ki, zikri biz nazil etdik və biz də onu qoruyacağıq. Bir zikri, Quranın adlarına belə zikr, xatırlamaq. Deməli, həmin bu zikr, bu Quran başda olmaqla insan Allahı zikr etməkdən, belə deyək ki, qafil olmamalıdır. Davamlı olaraq Allahı zikr etməlidir. Bir dəvamihi sözü gəlib, davamlı olaraq məni
səni zikr etməyə mənə nəsib et ki, səni zikr edim. İbadət, namaz, oruc da bir zikirdir. Yəni Allahı yad etməkdir və həmçində Qurani-Kərim və ümumiyyətlə insanın Allah insana xatırladan hər bir şey Allahın zikri sayılmalıdır. Çünki insan Allahı zikr etməklə, yad etməklə sabit qalır. Doğru yoldan azmır. Nə qədər zikir davamlı olsa, o da doğru yolda sabit olaraq qalır. Duada diqqət çəkən məqam bir də budur ki, bəndə yarımçılıqdan, naqis qalmaqdan sanki xoşu gəlmir, xoşnut deyil. Davamiyyət arzu edir, axıcılıq arzu eləyir. Görmüsünüz bir nəfəri dua eləyəndə deyirlər, məsələn, fəaliyyətinə görə deyirlər, axırıncı yox, axırıncı olsun, davamiyyətli olsun. Davamiyyətin pozulması pis şeydir. İnsan bir də görsə mübarək Ramazan ayında sübh namazları məsciddədir. 1 gün, 2 gün, 3 gün, 5-ci gün, 7-ci gün, 15-ci gün görsən ki, dalı gəlmir. Tənbəllik və yaxud imanın süsləşməsi və s. artıq davamlı şəkildə o fəaliyyəti göstərmir və davamsızlıq çox pis şeydir. İnsan da imanında, fəaliyyətində, Allah yolunda işləməkdə, çalışıb vuruşmaqda davamiyyətli olmalıdır. Davamiyyətli olanda 70 yaşlı, 80 yaşlı Həbib İbn Məzahirlər, ondan sonra Əmmar Yasirlər, Allah ikisini rəhmət eləsin və onların mislində insanlar qoca vaxtlarında gəlirlər Allah vəlisinin ordusunda iştirak edirlər və şəhadətə çatırlar. Onlarda deməli iman davamiyyəti var. Onlarda salih əməl davamiyyəti kəsilməyib, inqita baş verməyib və gəliblər nəhayətdə Allahın vəlisinin əmrinə itaat ediblər, gəliblər nəyə? Döyüşə və cihadda da şəhid olublar. Biz Bəqərə surəsinə nəzər salanda, Bəqərə surəsinin 183-cü ayəsini nəzər salanda çox eşitmisiniz. Orada Allah Azza və Cəllə buyurur ki: "Ey iman gətirənlər, kutubə aleykumus-siyam, sizə oruc vacib edildi, necə ki sizdən əvvəlki ümmətlərə vacib edilmişdi. Kəmə kutubə aləl-ləzīnə min qablikum, ləalləkum təttəqun." Bəlkə təqvalı olasınız, günahlardan çəkinəsiniz. Bu ayənin, bu orucun fəlsəfəsini göstərir. Bura qədər çox eşitmişik. İman gətirənlər, ya əyyuhəl-ləzīnə əmənu xitabı burada Allah möminlərə səslənir. Deməli, bu ayə, bu hissə göstərir ki, bu ayə mədəni ayədir. Çünki Məkki və mədəni ayələr var. Bəzi ayələr Mədinədə nazil edilib, bəzi ayələr Məkkədə. Bunları ayıran sifətlərdən bir də, xüsusiyyətlərdən bir də budur ki, oradakı möminlərə səslənilib, ya əyyuhəl-ləzīnə əmənu deyilib, o mədəni ayədir. Oradakı ya əyyuhənnəs deyilir, ey insanlar, o Məkki ayədir. Deməli, bu ayə mədəni ayədir. Deməli, oruc Mədinədə nazil edilib. Peyğəmbər və müsəlmanlar Məkkədə 13 il qalıb gedəndən sonra Mədinəyə orada bu ayə nazil edilib və oruc nazil edilib. Təfsirə baxanda istər Məcmuəl Bəyan təfsiri olsun və yaxud da Əmsilə təfsiri olsun, təfsir kitablarında İmam Sadiqdən əleyhissalam bu ayənin təfsirində belə bir hədis nəql olunur ki, "Ləzzətü mə fin-nidai, ey ya əyyuhəl-ləzīnə əmənu, əzələ tə'abəl-ibadəti vəl-ənəə." Deyir ki, İmam Sadiq əleyhissalam buyurur ki, bu nida ki var, ey iman gətirənlər, bu nidada olan ləzzət ibadətin məşəqqətini və yorğunluğunu insandan aparır. Sanki əskəri deyirsən ki, ey vətən oğlu. O dayanır qışda, soyuqda, tab gətirir, sərhədi qoruyur, Allah hifz eləsin. Vətənə təcavüz olunmasının qabağını alır, müdafiə edir vətəni və ona sanki deyirlər, ey vətən oğlu. Bu bir dənə nida, bu bir dənə xitab ona bəsdir. Ona ruh verir. Ona ruh yüksəkliyi verir. O bu nidadan ləzzət alır ki, bu vətən oğlu və vətəni müdafiə edir. Və yaxud da atasını sevən bir insan, atası ona deyəndə ki, ey mənim əziz oğlum, filan işi gör, hətta çətin bir iş olsa da o həmin xitabdan ləzzət alır. Və möminə Allah səslənir burada. Deyir ki, ey iman gətirənlər. Və bu ləzzət deməli orucun çətinliyini, məşəqqətini nə edir? Asanlaşdırır, daha doğrusu aradan aparır. Əzələ söz gəlib, əzələ aradan aparır. Bəqərə surəsi 184-cü ayədə Allah Azza və Cəllə buyurur ki, "Ən təsumu xeyrun lakum, ən təsumu xeyrun lakum in kuntum ta'lamun." Bilsəniz oruç tutmaq sizin üçün xeyirlidir. Oruç tutmaq sizin üçün xeyirlidir əgər bilsəniz. Yəni bir bəndə bilsə ki, oruç tutmaq onun üçün nə qədər xeyirlidir, istər cismani cəhətdən, istər mənəvi cəhətdən, ruhani cəhətdən, psixi cəhətdən, onun üçün nə qədər xeyirlidir. Bəzən görürsən ki, deyirlər ki, məktəblərdə məsələn şagird oruç tutanda və yaxud müəllimə oruç tutanda çox vaxt təcrübələrdən görürük ki, baş ağrı tutur və yaxud dərs keçə bilmir, yorğun olur və bununla da deyirlər ki, oruç tutma. Bu düzgün bir şey deyil əslində. Yəni bu əslində oruc ayinin günahı deyil. Əslində bu birinci insanın öz günahı ola bilər ki, insan düzgün qidalanmır. Düzgün qidalanmamaq
nəticəsində də bir neçə saat az qalanda ola bilər bu baş ağrı və sair olur. İkincisi də ki, olsa da olsun. Zaten Allah Azza və Cəllə bu orucu vacib edib ki, insan, başqa hədislərdə var, biz inşallah qismət olsa oxuyarıq. İnsan zaten kasıbların azlığını başa düşsün, az susuz qalmaqla cəhənnəmin azlığını, susuzluğunu yada salsın və Allah rızası üçün dözsün, nəhayətdə mükafat alacaq. İndi cismani olaraq bədəni zəifləyə bilər, müəyyən baş ağrı filan ola bilər olsun, amma mənəvi cəhətdən güclənir. Düzgün qidalansa heç baş ağrı filan da olmaz. Biz tibbi cəhətdən də nə qədər müraciət etsək, mütəxəssislər orucun, namazın faydalarından danışırlar. O mənəvi savabı da ki öz yerində. Bundan da əlavə həmin insanlara müəyyən güzəştlər eləmək olar. Yəni tənqid edirsiniz oruç tutan müəllimələri, şagirdləri, bir çıxış yolu da göstərin, alternativ göstərin, deyin ki, məsələn ola bilər bu müəllimələr, bu uşaqlar dərs müddəti azaldılsın və yaxud bir ay müəlliməyə icazə ver, dərsə gəlməsin, rahat şəkildə evdə otursun, məsələn orucunu tutsun. Yəni istəsələr çox iş görə bilərlər, çox müəllimənin xeyrinə işlər görə bilərlər. Biz orucun bu ayəsində ki, Allah Azza və Cəllə deyir ki, "Ləalləkum təttəqun", bəlkə pis əməllərdən çəkinəsiniz. Pis əməllərdən biri də nədir? Tərk namaz, namaz qılmamaq. Deməli, namaz qılmamağı tərk etmək lazımdır və namaza başlamaq lazımdır. Quran-ı Kərimdə Ənkabut surəsi 45-ci ayədə Allah Azza və Cəllə peyğəmbərinə deyir ki, "Utlu ma uhiyə ileykə", sənə vəhy olunanı oxu. Minəl kitab, kitabdan sənə vəhy olunanı oxu. Və əqimis salat, və namazı bərpa elə. İnnə salata tənhə anil fəhşai vəl munkar. Namaz pis və çirkin əməllərdən çəkindirir. Baxın, namaz da pis və çirkin əməllərdən çəkindirir. Oruc da deyir, "Ləalləkum təttəqun", bəlkə təqvalı olub pis və çirkin əməllərdən çəkinəsiniz. Sadəcə fərq bundadır ki, namaz hər gün vacibdir, gündə bəndə 3-5 dəfə namaz qılır və hər dəfə Allahı daim xatırlayır, Allahın zikrindən qafil deyil. Oruc isə ildə bir ay vacibdir. Amma o da necə? Hər gün vacibdir. Hər gün sübh azandan axşam azanına qədər insan özünü Allahın məhzərində hesab edir. Xüsusi olaraq zaten hər an Allahın məhzərindədir. Amma xüsusi yerlər və zamanlar ola bilər ki, insan daha çox orada özünü Allaha daha yaxın hiss eləsin. Məsələn, cənazə zamanı, orada heç kim yadına günah düşməz. Namaz vaxtında, məsələn, orucluq vaxtı, həcc ziyarəti zamanı məsələn. 8-ci günün duasında deyirik ki, "Allahumma rzuqni fihi rahmetel eytam". İlahi, bu gündə mənə yetimlərə rəhm etməyi ruzi elə. Və it'amət ta'am, və taam verməyi nəsib elə. Və ifşa'əs salam, və namazı və salamı yaymağı nəsib elə. Və suhbətəl kiram, kəramətli insanlarla oturdurmağı nəsib elə. Bitavlikə ya məlcəəl amilin. Fəzilətinə, fəzlinə xatir ey, ümid edənlərin sığınacağı. Allah Azza və Cəllə bizi bu ayda, bu günlərdə xeyirxah insanlardan, ehsan edən insanlardan, yaxşılarla oturduran insanlardan, salamı yayan insanlardan, ibadət əhlindən və Allaha pənah aparanlardan qərar versin. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.